İnşallah bundan da gözəl evlərə sahib olasınız. Hörmətli izləyicilərimiz, sizlərə 6 otaqlı həyət evi təqdim edirəm. 4 otaqlı həyət evinin qiymətinə. Evin yerləşmə yeri çox mükəmməl bir ərazidir. Yəni bugünkü gündə bu ərazidən ev axtaran alıcılar üçün ən ideal yerdir. Buradan ev tapmaq hal-hazırda çətin məsələdir. Ünvan Masazır qəsəbəsi, Masazır dairəsinə yaxın, yəni şəhərə yaxın yerdir bu ərazi və ev alanda nəyə fikir verilir? Evin keyfiyyətlə inşa olunmağı, evin yerləşmə yeri, təmiri və hündür yerdə olmağı. Bu evdə bütün xüsusiyyətlər cəmləşir. Keyfiyyətinə söz ola bilməz, ustanızı götürün, gəlin, baxın evə. Hər mərtəbə monolit beton, pilləkənlər monolit beton və gözəl dairəvi pilləkənlər mərmər daşlarla üzlənir. Yəni bu evdə adicə, yəni bunu qeyd edim ki, şəxsi evlərdə və yaxud da indiki də satışda olan evlərdə heç kəs bu hissəni, pəncərə kənarlarını mərmərdən istifadə etmir. Uzaqdan pult ilə idarə olunan jalüz darvaza, həyət yana sahəsi tam etlənib, çox gözəl evdir. Kollektor sistemi pilləkənin alt hissəsindədir. Qiymət həqiqətən münasib bir qiymətdir. Yəni əraziyə görə, otaq sayına görə, tikilişə, təmirə görə çox münasib bir qiymətdir. Köhnə qiymətlərlə təklif olunan bir evdir. Yəni köhnə qiymətlərlə ev sahibi, yəni belə desək, pulunu dirildmək üçün, lori dildə desək, evi demək olar ki, maya dəyərinə satır. Bu evimizin qonaq otağıdır, döşəməsi laminatdır, kombi xəttləri, hamısı çəkilib, bütün sistemlər çəkilib, tavanda gördüyünüz kimi spotlar, gizli işıqlarla yığılıb, hazır vəziyyətdədir və bu evdə ən maraqlı hissə harasıdır? Evin mətbəx hissəsi. Və gözəl, geniş mətbəx, mətbəxdən də keçid arxa həyətdə olan mətbəx hissəsinə. Burada bizdə görün hansı şəraitlər qurulub. Manqalnısı var, gözəl polkası yığılıb, evin yanına keçmək mümkündür, üstü bağlanılıb, kombi xətti baxın buradadır, işığı, suyu, qazı, kanalizasiyası hamısı çəkilib hazır vəziyyətdədir. Çox gözəl düşünülmüş bir proyekt əsasında inşa olunan əla həyət evidir. Burada evimizin birinci mərtəbədə yerləşən sanuzeli tam təchizatdır, bütün aksesuarlarına kimi quraşdırılıb. Birinci mərtəbədə olan yataq otağı, evimizin yataq otağıdır. Baxın belə hardasa 3 yarıma baxın belə ölçülərində olan yataq otağıdır. Ən kiçik otaq budur. Və keçək evimizin həyətini də sizlərə təqdim edin. Qiyməti qeyd edəcəm. Həyətdə qiyməti qeyd edəcəm. Diqqətlə baxın. Yerdən hardasa 2, 4, 6, 7 daş kürsüdə gözəl həyət evidir. Küçəsi də baxın belədir. Baxın küçəsinə. 4 evdir, eyni proyektdə olan. Bu evlər çoxdan satılıb. Çoxdan satılmış evlərdir. Hardasa olar 2 ilin, 3 ilin evlərdir, bəlkə daha artıq. Yəni qeyd etdiyim kimi ev sahibi bu evi maya dəyərinə satılır. Enli küçəsi var. Hər bir ev burada 2 sotdadır. 2 sot və yaxud da 2.2 sotdadır. Baxın belə ölçülərdədir. Evin yanına keçmək mümkündür. Zilzəmisi də var, pilləkənlərin alt hissəsində. Kabançıq daşdır, paket serapitsa dam, yüksək keyfiyyətlə burada işlər görülüb. Həyət baxın belədir. 2 maşın tam rahat daxil ola bilir. Burada da ev sahibi baxın besetika üçün yer saxlayıb. İşığı var, kanalizasiyası var, suyu da var. İstəsəz gələcəkdə besetika yığdıra bilərsiniz. Çox gözəl evdir. Yəni Masazırda belə evlər azdır. Əvvəllər çox tikilirdi belə evlər. Yəni indi belə evlər azdır. Həm tikilişi yaxşı olsun, həm yerləşmə yeri, həm qiyməti həqiqətən münasib qiymətdir. 155.000 manat start qiymətdir. Start 155.000 manatdır. İndi gələrsiz, biraz da indirim edəcək. Yəni böyük indirim olmayacaq, biraz indirim edəcək. Bura birinci böyük yataq otağı. İkinci yataq otağı. Eyvana çıxışı var. Növbəti yataq otağı. Sonuncu yataq otağı. 6 otaq 155.000. Masazır dairəsindən yuxarıda. Gözəl, əla bir evdir. İnşallah ki sizə qismət olar.